Bismillahirrahmanirrahim. Aziz izleyiciler, ben sizi yeniden Ağa Mehdi Hadi kanalında hoş gördük. Ben bütün abunəçilərimə, tarix sevənlərə, hansı ki məni izləyirlər, e, mən onlara salamlarımı yetirirəm. Salam olsun sizlərə. Allah size can sağlığı versin. Ben keçən video çaxlarımda demək sizə qədim Maşdağa tarixindən çox məlumatlar vermişəm. Bugün artıq Maşdağa tarixi deyəndə Azərbaycan tarixi demək lazımdır. Çünki Azərbaycan tarixi Maşdağadan başlayır. Keçən videolarımda dediyim kimi Nuh Peyğəmbərin övladı Yafəsdən, Sibirdən Avropaya qədər olan xalqlar törənib və Yafəsin 6-cı oğlu Məşəq bu Avropa Yunan tarixlərində Masak adı ilə gedir. Çünki onlarda qədimdə əşi hərfi olmayıb. Bu səbəbdən Məşəq gəlib birinci dəfə buraya, yəni dünyada hələ yer üzündə insan yox idi və Peyğəmbər öz övladlarını göndərir müxtəlif yerlərə ki, onlardan millətlər yaransın. Və Məşəq gəlir bu Maşdağa ərazisinə və Azərbaycan xalqı həmin bu Maşdağa ərazisindən, yəni Xəzər sahilindən birinci yaranmışlar, Məşəqdən törənmişlər və bildiyiniz kimi keçən videolarda demişəm ki, böyük saya malik olublar və böyük ərazilərə malik olublar. Məsələn, Azərbaycan xalqının yəni masaketlər ki deyirik, qədim masaketlər, bu alimlər də tarix kitablarında ta Herodotdan tutmuş bu vaxta qədər yazırlar. Masaketlər həmin bu Azərbaycan millətidir ki, bir ucu gedib İraqa, hətta Hindistana, Keşmir ərazisinə, Anadoluya, Xəzərin şərq sahilləri olan indiki Türkmənistan, Özbəkistan əraziləri qədimdə Azərbaycanın, demək ki, Azərbaycan millətinin məskəni olublar bunlar. Yəni bugün Sovetlər dönemində alimlərimiz bizim Azərbaycan tarixini düzgün yazmayıblar. Olsun ki bu o vaxt Sovetlər dönemində bizim başçılarımız, böyüklərimiz, yəni Sovet İttifaqını idarə edənlər Moskvada oturmuşdular. Ruslar tərəfindən, Rusların təhriki ilə olub bunlar. Lakin bəzi alimlərimiz də olub ki, bizim onlar elə belə deyək ki, canlarından gəlib o vaxt Brejnevdən orden medallar almaq, ad, titul, professor, akademik rütbələri almaq üçün bu işləri görüblər. Lakin Azərbaycan tarixi qədim tarixlərdə var. Heç vaxt ölmür, itmir və nəhayət ki, bu bizlər tərəfindən bugün aşkara çıxarılır. Mən həmişə demişəm ki, Azərbaycan tarixi gərək değişsin, yenidən yazılsın. Niyə? Məsələn üçün bir misal götürüm sizə ki, deyirlər ki, Azərbaycan əhalisi Xəzər sahilində Altaydan gələn əhali olub, yəni o Monqol tatarlar ki, o vaxt onlara türk deyilirdi. Yəni Sırdərya çayından şərq tərəfə həmin bu Monqol tatarların hansı ki Altayda əmələ gəliblər, onların milləti yerləşib və bizim o vaxtki alimlərimiz də yazırdılar ki, həmin o xalqlardan gəliblər minimumundan əvvəl Xəzər sahilində yerləşiblər və buranın Azərbaycanın əhalisini əmələ getiriblər. Bu çox qəribədir ki, bir şey sizə deyim ki, o vaxt Xəzərin şərq tərəfində olan, yəni Monqol tatarlar biz masaketlərlə, yəni Azərbaycan xalqı ilə əsrlər boyu müharibələr aparıblar. Düşmən olublar, müharibələr aparıblar. Necə olur ki, onlar asanlıqla belə gəlib
Azərbaycan Xəzər sahilində məskən saldılar və Azərbaycan xalqını əmələ gətirdilər. Məsələn üçün deyirlər ki, skitlər, o vaxt skit milləti olub, gəlib burada, nə bilim, belə yazırlar, elə bir onlar ekskursiyaya çıxmışdılar Azərbaycana. Xoşları gəldi, gəldilər, burada məskən saldılar və Azərbaycan əhalisi onlardan törəndi. Bu çox gülməli bir sözdür. Nə məntiqə uyğun gəlir, nə tarixlərə uyğun gəlir. Bunu hardan götürüb yazıblar bilmirəm. Sonra da yazırlar ki, saklar, yəni Orta Asiya xalqlarıdır, buraya gəliblər, məskən salıblar, Azərbaycanın hər yerində qədim xəritələri yalandan düzəldib, yazıblar ki, hər yerdə saq. Bu saklar elə Azərbaycan masak, Məşəkin övladlarıdır, masaketlərdəndir bu saklar. Masaketlərdəndir. Niyə onları Orta Asiya xalqları eləyirlər? Və sonra da Xəzərin şərqində olan Oğuzları, deyirlər bunlar həmin o Altaydan gələnlərdir, Monqol tatarlardandır. Bunlar türkdülər. Xeyr, Oğuzlar türk deyirlər. Xəzər sahilində, Xəzərin 4 dövrəsində olan bütün xalqlar Məşəkdən, Yafəsin 6-cı oğlu Məşəkdən törəniblər. Çünki qədimdə Xəzərin o tərəfi, bu tərəfi yox idi. Çünki Xəzər dənizi olmayıb qədimdə və 2 göldən ibarət olub. Hirkan və Qurğan göllərindən. Bu 2 gölün sahilində demək ki, Məşək gəlib, burada məskən salıb. 2 gölün sahilində də ondan törənən masaketlər məskən salıblar. Və bir gün tarixlər Xəzərlər olub, Xəzərlər milləti, sonra onların böyük dövlətləri olub, güclü dövlət yaradıblar, çox güclü dövlət yaradıblar, Xəzərlər olub. Deyirlər ki, Xəzərlər türklərdir, həmin Altaydan gələnlərdir. Bu 60 dərəcə şaxta olan bu Altayda bilmirəm, nə qədər ahali törəndi ki, bütün dünyanı bula basdılar. Heç bir məntiqə və qədim tarixlərə uyğun gəlməyən bir sözlərdir, bir tarixlər yazırlar. Xəzərlər hardan yaranıblar? Tarixlər deyirlər ki, Xəzərlər Azərbaycan sahil demək ölkəsinin, Azərbaycanın ərazisində onların çoxlu izləri var. Düz yazırlar. Çünki Xəzərlər də elə bizim millətdir. Məşəkin 2 oğlundan, bir Xəzər oğlundan Xəzərlər törənib, Azər oğlundan da Azərlər. Bəzən deyirlər ki, Azərbaycan yeni yaranıb, Azərbaycan sözü olmur. Xeyr, bu Məşəkin Azər oğlunun adından gedir. Bəzən bizi Azərbaycanlılar da adlandırıblar. Yəni o Azər oğlunun adına görə Azərlər adlandırıblar. Azərbaycanlılar yox, daha doğrusu Azərlər. Yəni Azər oğlunun, o Azər oğlundan törənən millətlər adlandırıblar bizi. Bir daha bir şeyi nəzərinizə çatdırım ki, mən qədim xəritələri nəzərdən keçirmişəm. 500-600 il bundan əvvəl olan xəritələr. Yəni bu xəritələrdə Xəzərin sağ və sol, yəni şərq və qərb tərəfində demək olan xalqların adı yazılıb. Demək qərb tərəfində yazılıb Turmən, şərq tərəfində Turquman. Yəni Turmən, yəni turların yaşadığı yer. Turquman isə qum, səhra turları. Yəni bizim dilimizdədir bu qum sözü. Qum sözü, qum biri var, qara torpaq, biri də var ki, şit qum, dəniz qumu var ha. Biz şit qum da deyərik ona, qum da deyərik ona və şirə qum da deyərik ona, şirə qum. Həmin bunu. Yəni ki, o yerin adı ilə Turmən və Turquman və turlar Xəzərin qərb tərəfi, indiki bizim Azərbaycanımız, Xəzər sahili və Xəzərin şərq tərəfi Turqumandır. Qədimdə isə Xəzər dənizi
indiki məcrasında olmuyor. İndiki demək Türkmənistan ərazisində olur. Xəzər dənizi. Həmin göllər də orada olur. Sonra zəlzələ nəticəsində 7-ci əsrdə zəlzələ nəticəsində Xəzər dənizi məcrasını dəyişmişdir və bu tərəfə köçür. Bizim indi Xəzərin suları altında onlarla şəhərimiz var. Bu yaxında Şirvan tərəfdə 2 qalı şəhər üzə çıxdı. Mən bunu 3 il bundan əvvəl demişəm. Bugün ikisi aşkara çıxıb artıq Şirvan tərəfdə. Yəni bu cürdür. Yəni bu cür göstəriblər bizə. Görürsünüz ki, turlar indi Xəzərin şərqini adlandırırlar. Türkmənistan, Türkmən adlandırırlar. Türkmən də qədimdə Turməndir. Turmən, turların yaşadığı yer. Turlar deyərdilər bizə. Bizim çox qədim bir şahımız olub, Tur şah. O bir dövlət yaradıb, elə onun adı ilə qalıb turlar. Və Turan bizik. Turan yəni turların yaşadığı yer. Turan bizik. İndi bir gün görürsən ki, Qazaxları da, nə bilim, Özbəkləri, kimləri də Turan hesab edirlər. Xeyr, ola Turana aid deyirlər. Turan bizik, Azərbaycan və qədimdə Özbəkistan, indiki Türkmənistan olmayıb. Onların ərazisi də biz masaketlərə aid olub. Bugün Türkmənistan, Özbəkistan əraziləri masaket, yəni qədim Azərbaycanın Azərlərin məskənidir. Gələn video çaxdı inşallah. Mən sizə başqa məlumatlar da verəcəyəm. Bu Abşeronumuz haqqında. Hələlik sağ olun, salamat qalın. Gələn video çaxlarda görüşənə qədər.